Aramızda neçə nəfər makyaj edərkən, baxın bu səpintili kirşandan üzü fiksasiya edici məhsuldan istifadə edir. Amma mənim əvəz olunmaz məhsulumdur. Bu yenidir. Artıq biri bitib. Açıq məhsulu göstərim. Məhsul belə bir formadadır. Yeni açıram. Bitmişdi biri. İndi yenisini açıram. Sual verərsiniz ki, yaxşı. Mən bir bunu açım. Baxın, məhsul belə bir formadadır. Toz halındadır. Baxın belə. Və sual verərsiniz ki, yaxşı, bu məhsulu makyajda necə istifadə edirsiniz? Xanımlar, makyajı deyərdim ki, tamamlayan bir məhsuldur. Xırda mimik qırışları gizlədir, üzdə olan məsamələri hamarlayır, dərinin tonunu bərabərləşdirir. Yəni, sonunda düşünürəm ki, bütün bilirsiniz ki, salonlarda da istifadə olunur bu. Kimisi bunun daha zərli versiyası. Yəni, gündəlik makyaj üçün bu superdir. Yəni, mən makyajımı bunsuz təsəvvür etmirəm və hər birinizə də tövsiyə edirəm. Gəlin, artiklonu da deyim sizə, sifariş edin. 68-30. Belə də vura bilərsiniz əslində bütün üzünüzə də, yəni göz altına xüsusi olaraq. Məsələn, bir də görürsünüz ki, burunda və ya alın hissədə parıltı olur, onu matlaşdırır. Bir də ki, o yayında xüsusi olaraq belə yağlı görünməməyimiz üçün üzümüzün o superdir də. Mən bunu ikisindən istifadə edirəm, yəni fırça ilə.